3 kök arxada, bu dişlərdə də eyni uzunluq var, normal qaydada belə. Güzgümdən görsəz, dağılıb belə məhv olmuş dişlərdir. Burada artıq divarlar nazilliyi üçün filan bunun yox, qapaq eləməyə məsləhət bildik. Burada da həmçinin dişlərin vəziyyətləri belədir. Biz bunları bərpa edirik. Nə ilə bərpa edirik? Fiber post edə bilərik, amma metal güdüllə bərpa eləməyi düşündüm. Arxa dişlərdir. Bir dişimiz bu. Baxaq güdül bunundurmu? Belə bir vəziyyət. Digər güdülümüz bu. Getdi, dişin içini tamamen tuttu. Ve üçüncü güdülümüz de bu. Bunlar da buraya keçirdirik. Artıq hissələrini kəsəcəyik və indi sement deyirik.